Salam değerli dostlar. Sizlerin her birini Cəbrayıl şəhərindən salamlayıram. Sabahınız xeyir olsun. 16 dekabr saat 12'ye qalıb 5 dəqiqə. Doğma Cəbrayılımız Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni təbqim ilini qarşılamağa hazırlaşır. Mən bəri başdan bütün xalqımızı, millətimizi ürəkdən təbrik edirəm. Nə arzu edə bilərik? Bundan sonra xalqımız acı günlər yaşamasın. Millətimiz, dövlətimiz var olsun. Artıq ikinci ildir, deməli, ikinci belə tədbiri Cəbrayılda qeyd edəcəyik. Baxın bu ətrafa. Bax, bu Cəbrayıl şəhərinin erməni vandallar tərəfindən dağıdılmış yurt yerlərimizi, bax bu da Cəbrayıl şəhəridir. Yeni salınmış Cəbrayıl şəhəridir. Bunların heç birini biz unutmamalıyıq. Bugün burada yaşayırıqsa, bugün Qarabağ azaddırsa, biz müqəddəs şəhidlərimizə borçluyuq. Qəhrəman qazilərimizə borçluyuq. Heç kəs bunu unutmasın. Onlar üçün neynəşək də biz azdır. Bu müqəddəs torpaqları bizə qaytaran o qəhrəman balalarımızdır. Yerə düşmüş papağımızı qaldırdılar, başımıza qoydular və bugün bu torpaqlardayıq. Çox bir müsbət haldır ki, bu bayram ərəfəsində deməli, amnistiya aktı olunub. 20 minə yaxın məhbus azadlığa qovuşacaq. Çox müsbət haldır, mən bunu da alqışlayıram. Yeni ildə xalqımıza böyük töhfələr olacaq. Allah ən yaxşı ölkədə milli birliyimizi qorumağın yolu bax bundan keçir. Nə qədər həbsxanada siyasi məhbus varsa azadlığa buraxılsın. Onlar Azərbaycan dövləti üçün hər şeyindən keçərlər. Onların bəzilərini mən çox yaxşı tanıyıram. Allah, hər tərəfimiz düşməndir. Bir tərəfimiz İran, bir tərəfimiz Rusiya, bir də əbədi düşmənimiz ermənilər. Bax, ona görə bunları göstərirəm ki, müasir gənclik Cəbrayılın keçmişində görsün, indisində görsün. Cəbrayıllar rəhmətli Fuad Şəhriyarlıoğlunun videoları ilə yaşadılar. Cəbrayılı görməyənlər Fuadın videoları ilə böyüdülər, başa tapdılar, indi Cəbrayılı deyir. Biz daha hamımızı Dünya Azərbaycanlıların Həmrəylik günü yeni təbqim ili münasibətilə təbrik edirəm. Bax, belə də Cəbrayıl şəhərinin mərkəzində belə bir yol ağacı qurulur. Hamınızı bağrıma basıram, Cəbrayıldan hamınıza qucaq-qucaq salamlar göndərirəm. Millətimiz var olsun, dövlətimiz var olsun. Görürsünüz, eyvanlarımızda müqəddəs bayraqlarımız dalğalanır. Allah bu bayrağı həmişə uca eləsin. Bu vətən uğrunda hər zaman ölməyə də, öldürməyə də hazırıq. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılar Həmrəylik günü və yeni təbqim münasibəti ilə bəri başdan xalqımızı, millətimizi ürəkdən təbrik edirəm. Sağ olun, Allah köməyiniz olsun.